Novxanıda çox gözəl bir villa sizə təqdim eləyəcəm. 3.5 sotun içərisində girişdə jalüz darvazaları, həyətində sanitar qovşağı və yay mətbəxi var. Yay mətbəxi isti poldur. Burada belə bir gözəl manqalı var. 5-in 2,5 hovuzu var, filtrli. Və evin ümumi görüntüsünü görürsünüz. Bütün isti ağla ilə üzlənilib. Tək bu üzlənmə 25-30 min manat maliyyət deməkdir. Evin altında padvalı, adam boyuna hündürlüyü var. Burada isə belə bir adam rahat girə biləcək padvalı var. Burada kombisi yerləşir. Orada hovuzun motoru orada yerləşir. İndi isə sizi evlə tanış eləyim. Buyurun. Girişdə sağ tərəfdə belə bir qonaq otağı. İçərisini özünüz istədiyiniz kimi mebellərlə təchiz eləyə bilərsiniz. Burada gördüyünüz kimi kombi, istiliyi, piltələri, hamısı, işığı, lüstraları, pərdələri hamısı var. Mətbəxi yerləşir. Mətbəx mebelindən təchiz olunub. Burada belə bir paltar yuyan maşını. Gördüyünüz kimi. Buyurun qalxaq ikinci mərtəbəyə baxaq. İkinci mərtəbədə birinci yataq otağı. İkinci yataq otağı. Bu isə üçüncü yataq otağı. Bu yataq otağının. Bu isə üçüncü yataq otağı. Üçüncü yataq otağının sanitar qovşağı da var. Balkonu. Gördüyünüz kimi buradan dəniz uzaqda da olsa görsənir. Bura Novxanı stansiyaya yaxındır. Stansiya da buradan gördüyünüz kimi görsənir. Novxanı stansiyanı mən sizə belə göstərim buradan. Baxın. Buradan Novxanı stansiya çox yaxındır. Dənizə yaxındır. Həyətin üstdən görünüşü belə görsənir. Bu ərazilərdə torpaq sahəsi